Hamınıza salamlar. Ev günlərimi sizə istəyirəm yenə çəkim. Çoxdan da video çəkmirdim. Bugün çəkmişəm bu videonu. Görürsünüz ki, mənim günlərim ancaq bu sortlar hələ də açırlar. Yəni antorium açır. Üçüncü budağı da verib artıq gül budağını. Bir güldə, bir dibçəkdə. Bu ağ qızıl güllər açandı. Bu gül də həmişə açır. Bundan neçə dənə çoxaltmışam. Neçə ağac kimi olur. Ətirli gülləri olur. Bir gün ətir verir, daha vermir sonra. Bu da mənəm. Öz güllərimi sizə çəkirəm. Bu videonu bir ay bundan qabaq çəkmişəm. Burada da güllərin gül açan vaxtıdır. Çox yaxından bilməm, çəkə bilmədim onları. Amma ki, gül çoxdur orada. Yəni, çox güllər görsən var. Çoxsu görsənmir amma. Çalışdım hamısını əks elətdirim. Bu videonu da bir ay bundan qabaq çəkmişəm. Görürsünüz ki, antoriumlar hələ də açır. Bu buginvilya gülüdür. Bunu payıza yaxın mən aldım. Heç inanmazdım ki, bu gül açar. Get-gedə gülləri daha da yekələnir. Ləçəklər böyüyür. Daha da böyük gülləri olur. İçində də ramaşkaya oxşayan gülləri olur. Xırda ağ gülləri olur. Ramaşkaya oxşuyur. Balaca ramaşkalar var içərisində. Çox gözəl güldür. Buginvilya gülü. Bu gül də məndən heç vaxt olmamışdı. Mən payıza yaxın aldım onu. Mənə maraqlı gəldi, gördüm, aldım. Çox gözəl güldür, möhtəşəmdir. Yəni, böyükdür. Buket kimi böyük gül olur. Bunlar da mənim antoriumlarım, gördüyünüz kimi. Baxımları çox çətin deyil, yaxşı güldülər. Yəni, çox dərman vermək olmaz. Birini mən dərmanla xoşlamırlar dərmanı. Bunlar xırda sortlardır, balaca sortlardır. Bu böyük sortdur, hündür sortlardır. Bu gül də ki, həmişə açır, demək olar ki, üstündə həmişə gülü var. Gözəl güllərdə ən açan güllərim mənim bunlardır. Buginvilya artıq istirahət eləyir, yəni ki, o daha açmır. Bəlkə açacaq qış vaxtı, ola bilsin. Bu da mənim güllərim. Красиво, да, Надь? Да? Вот фонтан тоже хочу снять. Тоже это, потом вот это. Да. Какой? А, строительный? Где? Может, уже пройти. Ладно, давай. Ты домой идешь уже? А? Домой идешь? Ладно, иди тогда домой, все равно тоже домой пойду. Нет, мы с тобой придем. Мне же в школе надо. Я сейчас фонтан чуть-чуть сниму, ладно? Подождешь меня или вместе зайдем, Айдар? Нет, я к тебе не пойду. Да, давай тогда. Хорошо.